Qoç. Bugün enerjin yüksək olsa da daxili gərginlik hiss edə bilərsən. Səhər saatlarında gözlənilməz xəbər əhvalını dəyişə bilər. İş həyatında məsuliyyətlərin artması səni biraz sıxa bilər. Tələsik qərarlar verməkdən çəkinməlisən. Maddi məsələlərdə riskli addımlar atmaq məsləhət deyil. Keçmişdən qalan bir mövzu yenidən gündəmə gələ bilər. Səbrli davransan, nəticə sənin xeyrinə olacaq. Ətrafındakı insanların sözlərini diqqətlə dinlə. Bəziləri sənə qarşı səmimi olmaya bilər. Gün ərzində ünsiyyətdə anlaşılmazlıqlar yaşana bilər. Ailə daxilində kiçik mübahisə mümkündür. Sakit davranış vəziyyəti yumşaldacaq. Sevgi həyatında qarışıq hisslər yaşaya bilərsən. Köhnə münasibət mövzusu yenidən xatırlana bilər. Tək olan qoçlar üçün maraqlı tanışlıq mümkündür. Axşam saatları daha rahat keçəcək. Özünə vaxt ayırmaq sənə yaxşı təsir edəcək. Bugün sabitlik axtarışında olacaqsan. Maddi mövzular ön planda olacaq. Gözlədiyin bir ödəniş gecikə bilər. Bu səni bir qədər narahat edə bilər. Sakit qalmaq vacibdir. İş yerində məsuliyyətli davranışın diqqət çəkəcək. Rəhbərlik tərəfindən təqdir oluna bilərsən. Yeni təkliflər gündəmə gələ bilər. Dəyişikliklərə qapalı olma. Ailə üzvləri ilə maddi mövzuda söhbət edə bilərsən. Köhnə problemləri həll etmək üçün uyğun gündür. Sevgi həyatında daha çox anlayış tələb olunur. Partnyorunun hisslərinə qarşı həssas ol. Tək buğalar üçün keçmişdən biri ortaya çıxa bilər. Bu qərarı tələsmədən verməlisən. Gün ərzində emosional dalğalanmalar mümkündür. Axşam saatları daha rahat keçəcək. Evdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Özünü güvənli hiss etmək istəyəcəksən. Sağlamlıqla bağlı yüngül halsızlıq ola bilər. Əkizlər. Bugün ünsiyyət baxımından çox aktiv olacaqsan. Telefon zəngləri və mesajlar arta bilər. Gözlənilməz görüşlər gündəmini dəyişə bilər. İş mühitində fikir ayrılıqları mümkündür. Sözlərinə diqqət etməlisən. Düşünmədən danışmaq problemlər yarada bilər. Yeni ideyalar ağlına gələcək. Bunları qeyd etməyin faydalı olar. Maddi məsələlərdə qəfil xərclər çıxa bilər. Büdcəni qorumağa çalış. Ailə daxilində xəbərlər ala bilərsən. Sevgi həyatında hərəkətli bir gün olacaq. Partnyorunla açıq danışmaq faydalıdır. Gizli qalan mövzular üzə çıxa bilər. Tək əkizlər üçün sosial mühitdə tanışlıq mümkündür. Gün ərzində qərarsızlıq hissi yaşaya bilərsən. Hər şeyi eyni anda etməyə çalışma. Axşam saatlarında rahatlama ehtiyacı artacaq. Özünlə tək qalmaq istəyə bilərsən. Sağlamlıq baxımından stressə diqqət et. Yuxusuzluq mümkündür. Xərçəng. Bugün emosional həssaslığın arta bilər. Keçmiş xatirələr tez-tez ağlına gələ bilər. Günə biraz dalğın başlaya bilərsən. İş həyatında diqqətli olmalısan. Kiçik səhvlər problem yarada bilər. Maddi mövzuda ehtiyatlı davran. Borc vermək üçün uyğun gün deyil. Ailə üzvləri ilə dərin söhbətlər edə bilərsən. Köhnə incikliklər gündəmə gələ bilər. Sakit danışıq hər şeyi yoluna qoyacaq. Sevgi həyatında romantik anlar mümkündür. Partnyorun səndən daha çox diqqət gözləyə bilər. Tək xərçənglər üçün hissi yaxınlaşma ola bilər. Duyğularını gizlətməmək faydalıdır. Gün ərzində enerjin tez düşə bilər. Özünü yormamağa çalış. Axşam saatları daha rahat keçəcək. Evdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Sağlamlıqla bağlı mədə həssaslığı ola bilər. Qidalanmaya diqqət yetir. Öz instinktlərinə güvən. Günün sonunda daxili rahatlıq tapacaqsan. Şir. Bugün diqqət mərkəzində olmaq istəyəcəksən. Özünü ifadə etmək sənin üçün önəmli olacaq. İş həyatında liderlik qabiliyyətin ön plana çıxacaq. Ancaq egonu nəzarətdə saxlamalısan. Ətrafındakı insanların fikirlərini nəzərə al.
Maddi mövzuda gözlənilməz fürsət çıxa bilər. Riskləri yaxşı hesablamalısan. Ailə daxilində sənin sözün keçərli olacaq. Ancaq sərt danışıqdan qaç. Sevgi həyatında ehtiras yüksək olacaq. Partnyorunla münasibətlər canlana bilər. Tək şirlər üçün diqqət çəkən tanışlıq mümkündür. Gün ərzində motivasiyan yüksək olacaq. Yeni planlar qurmaq üçün uyğun gündür. Axşam saatları sosial baxımdan aktiv keçə bilər. Dostlarla görüş planı çıxa bilər. Sağlamlıq baxımından enerjin yerində olacaq. Ancaq həddindən artıq yorulma. Özünə də vaxt ayır. Gözlənilməz xəbərlər səni sevindirə bilər. Qərarlarında cəsarətli ol. Qız, bugün detallara daha çox diqqət edəcəksən. İş həyatında səliqə və planlama ön planda olacaq. Kiçik problemləri böyütməməyə çalış. Hər şeyə nəzarət etmək istəyə bilərsən. Bu səni yoracaq. Maddi mövzuda qənaətçil davranış faydalıdır. Gözlənilməz xərclər çıxa bilər. Ailə üzvləri ilə məsuliyyət mövzusu gündəmə gələ bilər. Sənin üzərinə düşən işlər arta bilər. Sevgi həyatında tənqidçi olmamaq vacibdir. Partnyorunun səhvlərinə anlayış göstər. Tək qızlar üçün iş mühitində tanışlıq mümkündür. Gün ərzində daxili gərginlik ola bilər. Rahatlama üsullarına vaxt ayır. Axşam saatları daha sakit keçəcək. Kitab oxumaq və ya tək qalmaq yaxşı təsir edər. Sağlamlıq baxımından həzm sistemi həssas ola bilər. Qidalanmanı nizama sal. Özünü çox yükləmə. Planlarını mərhələli şəkildə həyata keçir. Tərəzi. Bugün tarazlıq axtarışında olacaqsan. Ətrafındakı insanların davranışları səni təsirləndirə bilər. İş həyatında əməkdaşlıq ön planda olacaq. Komanda işi uğur gətirə bilər. Maddi mövzuda qərar verməkdə çətinlik çəkə bilərsən. Tələsmə, hər şeyi ölç. Ailə üzvləri ilə münasibətlərdə harmoniya vacibdir. Kiçik güzəştlər problemi həll edəcək. Sevgi həyatında romantik enerji yüksəkdir. Partnyorunla xoş anlar yaşaya bilərsən. Tək tərəzilər üçün ciddi tanışlıq ehtimalı var. Gün ərzində estetik mövzulara marağın arta bilər. Özünə baxım etmək istəyəcəksən. Axşam saatları sosial baxımdan aktiv keçə bilər. Dost dəvəti ala bilərsən. Sağlamlıq baxımından ümumi vəziyyət stabildir. Ancaq stressdən uzaq dur. Qərarlarında başqalarının fikrini çox önə alma. Öz istəklərini də düşün. Günün sonunda daxili tarazlıq hiss edəcəksən. Ruhən rahatlayacaqsan. Əqrəb. Bugün intuisiya gücün çox yüksək olacaq. Gizli qalan məsələləri asanlıqla hiss edəcəksən. İş həyatında strateji davranmaq faydalıdır. Hər sirri paylaşma. Maddi mövzuda diqqətli olmalısan. Riskli investisiyalardan uzaq dur. Ailə daxilində gizli söhbətlər gündəmə gələ bilər. Keçmiş mövzular açıq danışıq tələb edir. Sevgi həyatında dərin hisslər yaşayacaqsan. Partnyorunla emosional bağ güclənə bilər. Qısqanclıqdan uzaq durmaq vacibdir. Tək əqrəblər üçün cazibədar tanışlıq mümkündür. Gün ərzində enerjin dəyişkən ola bilər. Bəzən özünə qapanmaq istəyə bilərsən. Axşam saatları daha rahat keçəcək. Düşünmək və plan qurmaq üçün uyğun zamandır. Sağlamlıq baxımından psixoloji yüklənməyə diqqət et. Rahatladıcı fəaliyyətlər seç. Hər şeyi nəzarətdə saxlamağa çalışma. Axına buraxmaq bəzən faydalıdır. Ox atan. Bugün azadlıq ehtiyacın artacaq. Rutindən sıxıla bilərsən. Yeni planlar və ideyalar ağlını məşğul edəcək. İş həyatında dəyişiklik istəyi yarana bilər. Tələsmədən düşünmək vacibdir. Maddi mövzuda gözlənilməz imkan çıxa bilər. Ancaq riskləri yaxşı hesabla. Ailə üzvləri ilə fikir ayrılığı yaşana bilər. Sakit danışıq problemi həll edəcək. Sevgi həyatında macəra arzusu artacaq. Partnyorunla yenilik etmək istəyəcəksən.
Tək ox atanlar üçün uzaq məsafəli tanışlıq mümkündür. Gün ərzində motivasiyan yüksək olacaq. Ancaq diqqətsizlik səhvlərə yol aça bilər. Axşam saatları dostlarla vaxt keçirmək üçün uyğundur. Sosial mühitdə ön plana çıxa bilərsən. Sağlamlıq baxımından enerjin yaxşıdır. Ancaq həddindən artıq hərəkət etmə. Özünə istirahət də ver. Daxili səsin sənə doğru yolu göstərəcək. Qərarlarında optimist ol. Günün sonunda müsbət hisslərlə dolu olacaqsan. Oğlaq. Bugün məsuliyyət hissin daha da güclənəcək. İş həyatında ciddi mövzular ön planda olacaq. Səbirli və planlı davranışın nəticə verəcək. Rəhbərliklə bağlı mövzular gündəmə gələ bilər. Maddi baxımdan sabitlik axtaracaqsan. Böyük qərarlar üçün uyğun gündür. Ailə üzvləri sənin dəstəyinə ehtiyac duya bilər. Onlara vaxt ayırmaq vacibdir. Sevgi həyatında bir qədər məsafəli ola bilərsən. Hisslərini ifadə etməkdə çətinlik çəkə bilərsən. Partnyorun anlayış gözləyəcək. Tək oğlaqlar üçün iş əlaqəli tanışlıq mümkündür. Gün ərzində yorğunluq hissi yarana bilər. Özünü çox yükləmə. Axşam saatları sakit keçəcək. Evdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Sağlamlıq baxımından sümük və bel bölgəsinə diqqət et. Duruşuna fikir ver. Uzun müddətli planlar qurmaq üçün uyğun gündür. Səbirli addımlar uğur gətirəcək. Dolça. Bugün fərqli düşüncələrinlə seçiləcəksən. Ətrafındakı insanlar sənin ideyalarına maraq göstərə bilər. İş həyatında yenilikçi yanaşma uğur gətirəcək. Ancaq hər kəsi razı salmağa çalışma. Maddi mövzuda gözlənilməz xərclər çıxa bilər. Büdcəni nəzarətdə saxla. Ailə üzvləri ilə fikir ayrılığı yaşana bilər. Sakit və məntiqli danışıq faydalıdır. Sevgi həyatında azadlıq ehtiyacı ön planda olacaq. Partnyorunla məsafə mövzusu gündəmə gələ bilər. Açıq ünsiyyət problemi həll edəcək. Tək dolçalar üçün qeyri-adi tanışlıq mümkündür. Gün ərzində zehni aktivliyin yüksək olacaq. Yeni layihələr üçün ilham tapacaqsan. Axşam saatları dostlarla ünsiyyət üçün uyğundur. Sosial mediada aktiv ola bilərsən. Sağlamlıq baxımından sinir sisteminə diqqət et. Həddindən artıq düşünmək yorucu ola bilər. Özünə fasilə verməyi unutma. Daxili azadlığını qorumağa çalış. Balıqlar. Bugün hisslərin çox güclü olacaq. Ətrafındakı enerjiləri dərindən hiss edəcəksən. Günə biraz dalğın başlaya bilərsən. İş həyatında diqqətli olmaq vacibdir. Xırda detalları qaçıra bilərsən. Maddi mövzuda intuitiv qərarlar verə bilərsən. Ancaq real hesablamaları da unutma. Ailə üzvləri ilə emosional söhbətlər mümkündür. Dəstək görmək sənə yaxşı təsir edəcək. Sevgi həyatında romantik anlar yaşanacaq. Partnyorunla duyğusal yaxınlıq artacaq. Tək balıqlar üçün ruhani bağ hiss edilən tanışlıq mümkündür. Gün ərzində yaradıcılığın artacaq. Musiqi və sənət sənə ilham verə bilər. Axşam saatları sakit və rahat keçəcək. Öz dünyana çəkilmək istəyəcəksən. Sağlamlıq baxımından yuxu rejiminə diqqət et. Su ilə əlaqəli fəaliyyətlər rahatladıcı olar. Özünü başqaları üçün fəda etmə. Sərhədlərini qorumağı öyrən.